Xüsusən azyaşlılar arasında 5-ci xəstəlik adlandırılan parvovirus yayılıb. Müxtəlif əlamətlərlə özünü biruzə verən virus narahatlıq yaradıb. Virusun hava damcı yolu ilə yayıldığı bildirilir. Əməkdaşlarımız sözü gedən xəstəliyin xüsusiyyətləri və qorunma yolları ilə bağlı sujet hazırlayıb. İstəyək. Yetişkinlər arasında da rast gəlinsə də, parvovirusa yoluxma əsasən uşaqlar arasında daha çox müşahidə edilir. Hərarət, oynaq ağrıları, bədəndə müxtəlif qızartılar ilə özünü göstərən virus halsızlıq da yaradır. Xəstələnir, həkimlə məsləhətləşirik, bəzi dərmanları verir. Hərarətlə olub, səpki olmayıb, hərarət olub. Bizdə olub, qızımda olub. Amma həkimin yanına getmişik, dərman bizə yazmışdı. O dərmanı qəbul edəndən sonra hamısı keçib. Fəsillər dəyişəndə aydın məsələdir ki, belə insan orqanizmində, immunitetində də dəyişikliklər olur. Bu qriplər indi həddindən artıq çox yayılıb. Məndə də oldu. 2 gün qızdırma ilə, hərarətlə müşahidə olundu. Məsələ ilə bağlı pediatr Rəna İsmailova deyir ki, əsasən tənəffüs yolu ilə yayıldığı üçün bu virus infeksiyası çox yoluxucu hesab olunur. Bu xəstəlik rast gəlindiyi zaman bəzən qripə bənzər simptomlarla özünü göstərir. Ardından isə ən tipik bulğular olaraq uşağın bədəndəki səpkilər və əsasən də ən çox yanaqlarda olan səpkilər şəklində özünü biruzə verir. Biz buna tokatlanmış yanaq görüntüsü də deyirik. Özəlliklə də antibiotik müalicəsinin istifadəsi önərilmir. Həkimlər bildirir ki, virus o qədər də təhlükəli hesab edilməsə də, xüsusi risk qrupunda olan insanlar xəstəliyi daha ağır keçirə, spesifik müalicəyə ehtiyac duyula bilər. Böyük insanlarda da biz bunu müşahidə edə bilərik ki, hər hansısa bir müalicəsi yoxdur. Nə də hər hansısa vaksin yoxdur bu virusa qarşı. Xüsusi risk qrupunda olan insanlar, yəni qan azlığı olan insanlar, immun sistemi zəif olan insanlar, hamilə qadınlarda proses daha ağır gediş ola bilər. Bu zaman isə dediyimiz kimi müalicədə hətta bəzən qan köçürülməsi, immunoqlobulin köçürülməsinə qədər də ehtiyac ola bilər. Virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl olunması, bol maye qəbulu tövsiyə edilir. Yoluxan şəxs ağrı və hərarət olduğu halda ağrı kəsici və qızdırma salıcı dərmanlardan istifadə edə bilər. Aysu Qayıbova, Şəhriyə Rəhmədli, Əhməd Məmmədov, ATV Xəbər.